Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Allah'ın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzerine olsun değerli dostlar. İslam Elimler Mektebi Arap Dili Dersleri Silsilesine her biriniz hoş gelmişsiniz. Bugünkü dersimizde yine biz cəmi təksir qəliblərindən bir neçəsini daha öğreneceğiz. Biz cəmi təksir qəlibi mövzusuna keçməzdən əvvəl cəmi müzəkkər səlim və cəmi müənnes səlim formalarını görmüşdük və demişdik ki, kişi cinsli isimlər, yəni müzəkkər olan isimlərin cəm forması vavnun veya yənun şəkilçisiyle düzəldilir. Qadın cinsli isimlərin cəm forması əlif tə, yəni muslimetun, muslimatun şəklində düzəldilirdi. Ve bu iki qaydalı cəm forması haricinde bir de cəmi təksir dediğimiz qırıq cəm, qaydasız cəm forması var. Bu cəm formasının adı üstünde yani bir qaydası yoktu. Qəlibləri var ve biz bu qəlibləri əzbərləməyimiz lazımdır. Bundan əlavə bu formada, bu qəlibdə gələn kəlmələri müfrətləri ilə birgə əzbərləməyimiz tövsiyə olunur. Ona görə biz cəmi təksir qəliblərini önəmsiyirik və ona görə də bu hər halda biz 5-ci dərsdəki və ya 6-cı dərsdəki cəmi təksir qəliblərini mütəmadiyen təkrarən zikr edirik və o qəlibləri sizə tanıtmağa çalışırıq. Ümid edirəm ki, siz də bu qəlibləri, bu qəlibdə olan kəlmələri dəftərinizə yazarak əzbərləməyə çalışırsınız, səy göstərirsiniz. Bugünkü cəmi təksir qəliblərindən ilki fuatun qəlibidir. Müfrət bir kəlmə fuatun qəlibinə keçərkən hansı dəyişikliklər baş verir? Aşağıdakı örnəkdən müşahidə eləyək. Örnəyimiz qadin kəlməsidir. Hakim deməkdir. Qadin kəlməsi mərifə halında gəldiyi zaman əl-qadi şəklində oxunur. Biz demişdik ki, isimlər müfrət halda sonu iki ötrə veya tək ötrə ilə bitir. Ama bu örnəyimizdə iki əsrə ilə bitibdir. Bu əslində kəlmənin əslindən olan bir yə hərfinə işarət eləyir. Nəkirə halında, eliflamsız halda olduğu zaman bu yə atılır və bu yəyə işarət olsun deyə kəsrə ilə yazılır. Bunu yadımızdan çıxartmayaq. Detaylı bir mövzudur. Allah izin verirsə gələcək dərslərimizdə məqamı gəldiyi zaman bunu daha ətraflı bir şəkildə ələ alacağıq inşallah. İndi örnəyimizə baxaq. Qadin kəlməsi fuatun vəzninə salındığı zaman qudatun şəklində cəmlənəcək. Qadin kəlməsi fuatun vəzninə salındığı zaman sonuna bir tə-i mərbutə əlavə edildi. Lakin bu tə-i mərbutə qadın cinsini ifadə etmir. Kəlmənin müfrədi kişi cinsində olduğuna görə qudatun kəlməsi də kişi cinsində olmuş olur. Yəni sondakı tə-i mərbutə sizi yanıltmasın. Biz müənnes isimləri öğrenərkən sonunda tə-i mərbutə olan isimlərin müənnes olduğunu demişdik. Lakin biz dərslərimizdə cəmi təksir qəliblərinə bu şəkildə çox yer verməyimizin səbəbindən birisi də bu sonlardakı tə-i mərbutənin sizi çaşdırmaması və bu kəlmələrə daha diqqətli yanaşmağınız üçündür. Normalda biz demişdik ki, tə-i mərbutə olan bir kəlmə müənnes bir isimdir. Qadın cinsli hesab olunur və əlif-tə ilə cəmlənir. Lakin fuatun vəznində olan bir kəlmə, yəni qudatun kəlməsi müənnes kəlmə deyil, müfrədi, yəni qadın kəlməsi müzəkkər kişi cinsli olduğuna görə qudatun kəlməsi də müzəkkər kişi cinsli olmuş olur. Bu mövzunu yaddan çıxartmayaq. İndi isə örnəklərimizə baxaq. Qazin savaşan, hücum edənlər, qazi mənasında cəm halında fuatun vəznində gələcək. Quzatun, gördüğünüz kimi sondaki əsrə kəlmənin əslindən olan yə hərfinə işarət eləyir. Bu yə hərfi əliflam artiklı gəldiyi zaman ortaya çıxır. Əliflamsız gəldiğinde isə bu yə hərfinə işarət olsun deyə əsrə hərəkəsi gətirilir. Qazin, əl-qazi kəlməsinin cəm halı quzatun. Ravin, ər-ravi kəlməsi cəm halında
ruvatun. Məşin, muşatun. Gördüyünüz kimi fuatun vəzni ilə səslənməsi örtüşür. Asin, əl-asi kəlməsi cəm halında fuatun qəlbində olacaq. Oxunuşu usatun. Bənin mərifə halında əl-bəni. Gördüyünüz kimi yə hərfi ortaya çıxdı. Cəm halında isə bunatun, yəni fuatun qəlbində olacaq. Hədin, əl-hadi kəlməsi yön verən, hidayətə çatdıran mənasındadır. Cəm halında hudatun şəklində gələcək. Kəfin yetərli, kifayət edən mənasında. Cəm forması kufətun. Sahin mərifə halında əs-sahi. Cəm halındakı oxunuşu suhatun. Nahin mərifə halında ən-nahi. Bu nəhiv, yəni ərəb dili qrammatikası alimi deməkdir, nəhivci deməkdir. Cəm halındakı oxunuşu nuhatun, nəhiv alimləri deməkdir. Va'in anlayan, idrak edən, şuurlu mənasında. Cəm halındakı oxunuşu vuatun. Ra'in çoban deməkdir. Ər-ra'i kəlməsi mərifə halındakı oxunuşudur. Cəm halında fuatun qəlbindəki oxunuşu ruatun. Nəhin qadağan edən, çəkindirən, mane olan deməkdir. Cəm halında oxunuşu nuhatun. İndi isə fuatun vəzni ilə əlaqəli məşqlərimizə keçirik. Birinci örnəyimiz da'in, əd-da'i kəlməsi fuatun qəlbində necə yazılacaq? Duatun. Qəliblə əlaqəli olaraq biz kəlmənin sonuna tə'i mərbutəni əlavə etdik. Lakin bu tə'i mərbutə qadın cinsini yox, kişi cinsini ifadə edir. Səbəbi də kəlmənin müfrədi kişi cinsində olduğuna görə. Ramin, ər-rami cəm halındakı oxunuşu rumatun. Atıcı, nişan alan mənasındadır. Zənin, zunatun. Mərifə halındakı oxunuşu əz-zəni idi. Buradakı kəsrə kəlmənin əslində olan yə hərfinə işarət edirdi. Hafin, yalın, ayaqqabısız deməkdir. Fuatun qəlbinə necə salınacaq? Hufatun. Dəhin, duhatun. Dahi kimsə mənasındadır. Duhatun kəlməsi cəm halında dahi kimsələr deməkdir. Canin, cunatun. Cinayət edən, günahkar mənasındadır. Sondakı tə'i mərbutə bu kəlmənin qadın cinsli olduğu fikrini sizdə yarada bilər. Lakin kəlmənin müfrədi kişi cinsində olduğuna görə cəm halı da kişi cinsindədir. Buradakı tə qəlibdəki tə hərfidir. Şəkin, şukatun. Şikayət edən mənasındadır. Mərifə halında əşşəki deyə oxunur. Dağin, dugatun. Arin, uratun. Bu da çılpaq, geyimsiz mənasında. Mərifə halındakı oxunuşu əl-ari. Havin, huvatun.
bir şeye heves eden kimse mənasında. Huvayetun kəlməsi fuatun qəlbində gəlmişdir və qırıq cəmdə gələn kəlmələrdən birisidir. İndi isə ikinci qəlbimizə keçirik. İkinci qəlbimizin adı fəaliletun qəlbidir. Fəaliletun qəlbi ilə əlaqəli örnəyimizə baxaq. Ustazun kəlməsi cəm halına keçərkən əsatizetun. Burada kəlmənin əslində olmayan bir uzatma hərfi və kəlmənin sonuna bir tə-i mərbutə əlavə edilmişdir. Ustazun kəlməsi müəllim, professor mənasında kişi cinsli bir isimdir. Cəm halı da eyni şəkildə kişi cinslidir. Buradakı tə-i mərbutə az əvvəlki qəlbimizdə fuatun qəlbində olduğu kimi sizi çaşdırmasın. Fəaliletun qəlbi ilə əlaqəli örnəklərimizə baxaq. İlk kəlməmiz imlaqun, nəhəng, iri cüssəli, böyük boylu deməkdir. Fəaliletun qəlbindəki cəm forması amaliqatun deyə oxunacaq. Feylesufun, filosof deməkdir. Fəaliletun qəlbindəki cəm halı fəlasifətun olacaq. Abqariyyun, dahi, zəka sahibi deməkdir. Abaqiratun cəm halıdır. Firavunu fera'inetun, Numrudu nemaridetun. Bu da gördüğünüz kimi fealiletun, nemaridetun. Bu kelimeler səsləniş fonetik etibariyle birbiriyle örtüşür. Hanbeliyun, Hanbeli mezhebinde olan kimse mənasındadır. Hanbeli mezhebinde olanlar demək istədiyimizdə fəaliletun qəlbindəki hanabiletun kelimesini diyeceğiz. Buradaki tə-i mərbutə bizi çaşdırmasın. Hanabiletun kelimesi kişi cinsli bir isimdir. Eş'ariyun, etikadi bir mezhep olan Eş'ariler. Bunun cəm forması da eşa'iratun, fealiletun qəlbində gəlmişdir. Cəbbərun, zorba, məcbur edən kimsə mənasında. Fealiletun qəlbindəki cəm halı cəbəbiratun deyə oxunacaq. Məşriqiyyun, məşariqatun, əzraqiyyun, əzariqatun. Kəlmənin cəm forması fealiletun qəlbində gəlmişdir. İndi isə fealiletun qəlbi ilə əlaqəli məşqlərimizə keçirik. Birinci kəlməmiz qorsanun. Qorsanun kəlməsini fealiletun qəlbinə salacağıq. Fealiletun qarasinetun. Yəni kəlmənin oxunuşu qəlbin oxunuşu ilə örtüşməsi lazımdır. Qorsanun qarasinetun. Fealiletun. Patrikun, Patrik Hristiyan kilisəsində ali ruhani rəhbər deməkdir. Patrikun, patariketun, fealiletun qəlbində cəm forması gəldi. Doktorun, dekatiratun, Kaysarun, bayasiratun, fealiletun. Bitrikun, pingvin deməkdir. Betarikatun, bitrikun, betarikatun. Sayrafiyun, pul dəyişdirən valyuta mübadilətçisi deməkdir. Fealiletun qəlbindəki oxunuşu sayarifetun, sayrafiyun,
sayarifetun. Tilmizun kelimesi fealletun qəlibinə salaq. Tilmizun telamizetun. Tilmizun kelimesinin başka bir cəm forması daha var. O da telamiz şəklində oxunur. Biz daha əvvəlki dərslərimizdə də demişdik ki, bir kelimenin birdən çox cəm forması ola bilər. Bizim bu kelimeleri cəm formaları ilə bərabər öyrənməyimiz lazımdır. Bunu unutmayaq inşallah. Qubrusiyun Qubrusiyun qabarisatun. Usquffun kəlməsi cəm halı fəalletun qəlibində gələcək. Oxunuşu əsaqifətun. İndi isə üçüncü cəm qəlibimizə keçirik. O da fi'lanun vəznidir. Müfrəd bir sözün fi'lanun qəlibinə salınması. Aşağıdakı örneğimizde gulamun kelimesi yazılmıştır. Gulamun kelimesi fi'lanun qəlibinə keçərkən gilmanun. Burada sanki təsniyenin elif nun artiklına benzeyen bir əlavə var. Lakin biz təsniye artiklında nun hərfini hər zaman kəsrə ilə yazırdıq. Burada isə ötrə, üstün və əsrə 3 hərəkədə ola bilər. Cümlədəki mövqeyinə görə bu qəlibdə gələn kəlmələri təsniyədən fərqləndirməyiniz lazımdır. Örneğimiz necə oxunacaq? Gulamun, gilmanun. İndi isə örnəklərimizi müşahidə eləyək. Əxun kəlməsi fi'lanun vəznində ixvanun deyə oxunacaq. Biz əxun kəlməsinin İxvatun deyə bir cəminin olduğunu da öyrənmişdik. Bu az əvvəlki dediyimiz şeyi dəstəklər mahiyyətdədir. O da nə idi? Bir kəlmənin birdən çox cəm forması ola bilər. Bizlər bunları əzbərləməyimiz lazımdır. Haidun divar deməkdir. Cəm forması hitanun, fi'lanun qəlibində gəlmişdir. Xarufun, xirfanun. Xaruf kelimesinin xirafun şəklində başka bir cəm forması da var. Bunu da əzbərləyə Gurabun, g'irbanun qarğa deməkdir. Thawrun, thiranun öküz, buğa deməkdir. Thiranun burada thiuranun idi əslində. Bu yə əslində vav hərfi idi. Lakin buradaki thiuranun kelimesinde bir qayda səbəbilə bu vav yə hərfinə çevrildi. Biz bu ilal adı verilen qaydaları daha sonraki dərslərimizdə görəcəyik inşallah. Hələ ki siz thawrun kelimesinin cəm halının thiranun şəklində olduğunu əzbərləyin. Saqun, siqanun. Ayak, ayaklar deməkdir. Udun, idanun. Çubuk, taxta parçası, dəynək deməkdir. İmraatun, nisvanun kəlməsi. Əslində imraatun kəlməsinin ən çox işlənilən cəm forması nisaun və nisvatun cəmləridir. Lakin nisvanun kəlməsi də imraatunun cəm forması olarak işlədilən kəlmələr arasında yer alır. İndi isə fi'lanun vəzni ilə əlaqəli məşqlərimizə keçirik. Birinci kəlməmiz validun.
Velidun, vildanun. Balaca uşaq, balaca uşaqlar mənasında. Dersin başında da dediğimiz kimi buradaki elif nun artiklına dikkat eləməyimiz lazımdır. Bu təsniyə şəkilçisi değil, qəlibin özündə olan hərflərdəndir. Ona görə bu kelimeleri təsniyelerden ayırt etmek lazımdır. Gazalun, gizlanun, fe'run kelimesi fi'ranun, carun, ciranun, narun, niranun, sabiyyun, sibyanun, dudun, didanun, feten, fityanun. Feten kelimesinin bir başka cem forması daha var. O da fityatun şeklinde yazılır. Feten, fityanun, fityatun. İndi isə son qəlibimizə keçirik. O da fu'lanun qəlibidir. Az əvvəl fi'lanun qəlibini işləmişdik. İndi də fu'lanun qəlibini öyrənəcəyik və bu qəlibdə gələn kəlmələri müşahidə edəcəyik inşallah. Fu'lanun qəlibi ilə əlaqəli ilk örnəyimiz qamisun kəlməsi. Fi'lanun vəznində olduğu kimi fu'lanun vəznində də sonda elif nun əlavəsi var. Eyni şəkildə bu kelimeleri de tesniyeden farklandırmamız lazımdı. Bu mövzuya dikkat yetirək. Örneğimizin okunuşu Kamisun, kumsanun, cidarun, cudranun. Divar, divarlar demekti. Qadibun, qudbanun. Çubuq mənasında bir kelimedir. Fu'lanun vəznində cəmlənmiştir. Rağifun, ruğfanun. Çörek, çöreçler demekti. Şabbun, şubbanun. Fu'lanun vəznində cəmlənmiştir. Burada şədd olduğuna göre iki B harfi olduğunu bir daha nəzərinizə çatdırın. Şabbun, şubbanun. Abrasu, bursanun. Fu'lanun. A'racu, urcanun. Topal mənasındadır. Fu'lan qəlbində cəmlənmişdir. İndi isə fu'lan qəlbi ilə əlaqəli məşqlərimizə keçirik. Birinci örnəyimiz hamalun. Quzu deməkdir. Fu'lan qəlbindəki cəmlənməsi necə olacaq? Humlanun. Halicun, hulcanun, kefibun, kusbanun. Kum tepesi demekti. A'ma, umyanun. Esvedu kelimesi fu'lan qəlbindəki cəmlənməsi belə olacaq. Sudanun. Esvedu Sudanun. Bəli değerli dostlar, bugün biz sizinle 4 qəlib gördük ve her bir qəliblə əlaqəli örnəklər yazdık ve inşallah ki siz onları ezberleyəsiniz. Birinci qəlibimiz fuatun qəlibi idi. Qadin, qudatun şəklində cəm halı gəlirdi. İkinci qəlibimiz faaliletun qəlibi. O da ustazun,
Əsatizatun şəklində örnəkləri var idi. Üçüncü qəlbimiz fi'lanun qəlbi idi ki, biz burada narun, niranun, validun, vildanun şəklində cəmləri gördük və son qəlbimiz olan fu'lanun qəlbində də biz hamalun, humlanun, xalicun, xulcanun şəklində kəlmələrin cəm formalarını gördük. Sizlərin də bu kəlmələri yazaraq əzbərləməyiniz tövsiyə olunur. Ümid edirəm ki, dərsimiz başa düşülmüşdür. Rəbbim hər birimizə müvəffəqiyyətlər nəsib eləsin. Rızasına uyğun şəkildə yaşamağı cümləmizə nəsib eləsin. Gələcək dərslərdə görüşmək diləğilə. Hər birinizi Allaha əmanət edirəm. Esselamu aleykum və rahmetullah.